Dostlar, gəlin belə bir açım dedim sizin üçün. Əhatəmdəki insanlar. Baxın görəyin əhatənizdəki insanlar kimlərdir? Dostlar, tanışlar, qohumlar ola bilər. Yəni sizə yaxın qrupunuzdan, yaxın əhatənizdən gedir söhbət. Baxın görəyin dostlar, iki variant olacaq. Əhatənizdəki insanlar. İndi ola bilər sizin üçün daha vacib bir adam tuta bilərsiniz. Burada sevgi mövzusu deyil, sevgilinizdən getmiş söhbət, ancaq dost, tanış, belə daha çox ünsiyyətli olduğunuz bir insanı da tuta bilərsiniz. İki variant olduğuna görə bir variantda birini, o bir variantda o birisini tuta bilərsiniz. İndi sizə necə xoşdur elə. İki variant olacaq əhatəmdəki insanlar. Birinci variant, birinci kart, ikinci variant. Birinci kart onu göstərəcək ki, bu insan öz-özlüyündə necə insandır. İkinci kart onu göstərəcək ki, o insanın sizə qarşı münasibəti. Üçüncü kartı da məsləhət kimi qoyaq. Siz necə davranmalısınız? Birinci variantda yaşıl mələyi qoyacağım. İkinci variantda fiyoletovi, qara deyək də belə. Qara mələyi qoyacağım. Tutun dostlar, əhatənizdəki insanlar. Bu insan belə deyil. Daha çox bu insanı maddiyyat maraqlandırır. Özünün işi, özünün gücü, özünün planları. Belə bir öz işində, öz gücündə bir insandır. Yəni kimisə işinə maraqlanın, kimisə dedikodu yoxdur. Bir adam deyil, öz işində, öz gücündə adamdır. Öz aləmində ola bilər, nəsə hobbisi də var bunun. Tak, sizə qarşı belə deyim də dostlar. Ola bilər aranızda bəzən incikliklər də olur. O elə bilir ki, siz onu çox da istəmirsiniz. Başa düşürsünüzmü? O elə bilir siz ona qarşı çox da belə bir sevginiz yoxdur. Əslində var. Demirəm böyük sevginiz var ona, amma var. Amma çox vaxtı biraz deyək ki, aranızda inciklik olaraq daha çox incikliyi düşünür. Bir inciklik olsa biraz ona ilişib qalır. Amma belə çox da yəni narahat olmayın bu insandan əlaqəli deyə bilərəm. Deməli belə. Sizə məsləhət nə verir bu kart? Ola bilsin, belə bir şey deyim. Siz özünüz də bu insana ola bilsin təmənnasız yanaşmırsınız. Yəni qarşılıqlıdır sizdə bəzi münasibətlərdə. Çalışın qarşılıqsız da olun. Siz özünüz də qarşılıqsız da, yəni təmənnasız da bir nələrsə eləyin bir-biriniz üçün. Daha çox burada belə və bir də burada belə bir şey deyim sizə. Pis insan deyil bu deyə bilərəm. Pis insan deyil. Buna qarşı münasibətiniz biraz negativdirsə dəyişin. İkinci variant. Burada уже dostlar. Bu insan içində biraz negativ çoxdur. Negativ çoxdur burada. Pessimist. Bu adam pessimistdir. İncikliyi bağışlamaz. Nəsə səhvləri bağışlamaz. Heç vaxt bağışlamaz. Heç elə bilir şans. Yəni deyək ki, nəsə oldu da insanların arasında elə bir adam ola bilməz ki, inciklik olmasın, bir səhvləri olmasın. Mümkün deyil də, ideal işinə yoxdur. Daha valideyn övladla dalaşır, övlad valideynlə olur da, düzmü? Amma insan içində saxlamamalıdır bu şeydə. Bu insan unutmaz. Unutmaz. Yəni həqiqətən belədir. Bəs burada sizə qarşı biraz pessimist adamdır. 100% pessimistdir. Şimdi qara kart çıxdı buna. Özü də bu insan xarakterinə görə çox vaxt alınmır, işləri yaxşı getmir. Çünki daha çox
negativə sazlanan adamdır. Sizə qarşı da yenə deyirəm, ola bilsin keçmişdə nəsə olub aranızda da, istəyir yaxşı olsun. İstəyir münasibət yaxşı olsun, istəyir, inanmır, unutmur, amma hardasa istəyir münasibətlər yaxşı olsun. İçindən gedir söhbət, bu adamın. Ola bilər belə üzdə başqa cür. Mən içindən danışıram, bunu unutmayın. İstəyir hardasa yaxşı olsun və bəzən ola bilər yalandan da özünü incik olsa da belə biruzə verməyib apara bilər. Belə. Sizə məsləhət nə verir kartlar bu adama qarşı? Hissiyatlı yanaşmayın. Hissiyatlı yanaşın. Bu insandan gərək soyuqqanlı olasınız. Bax, soyuqqanlı. Həssas yanaşmayın bu adama münasibətə. Soyuq olun. Daha çox işiniz, gücünüz, belə hisslərlə əlaqəli mövzularda hətta olmayın. Belə soyuqqanlı olun. Yəni, belə kartlar sizə belə bir məsləhət verir. Çünki bu insan, məsələn, deyək ki, yəni həssas, hissiyatlı yanaşmaq lazım deyil də. Yəni, yanaşsaz tez-tez inciklik, küskünlük var aranızda. Başa düşürsünüzmü? Bax, belə bir açımlar elədim sizin üçün. Dostlar, yenə də sizin açımlarımız izləyin.